İndi isə baxırıq dairəvi cərəyanın maqnit sahəsinə. Dairəvi cərəyanda maqnit sahəsini təyin etmək üçün əvvəlcə nəyə baxmaq lazımdır? Dairəvi naqildə ümumiyyətlə ən çox uşaqların qarşıladığı nədir? Bu nöqtə maqnit induksiya vektorudur, yoxsa cərəyanın istiqamətidir? Uşaqlar, dediyim kimi, ən birinci cərəyanın istiqamətinə baxmaq lazımdır. Fikir verin, cərəyan həmişə müsbətdən başlayır, mənfiyə doğru gedir. Deməli, buradakı istiqamətlər elə cərəyanın öz istiqaməti imiş. Cərəyanın istiqaməti əgər burada təyin olunubsa, deməli bu nöqtə bizim nəyimizdir? Maqnit induksiya vektorudur. Yaxşı, həmin o nöqtəni biz necə tapdıq? Sağ əlimizi elə tuturuq ki, 4 barmağımız cərəyanın istiqamətini göstərsin. Bu zaman baş barmağımız bizə maqnit induksiya vektorunun istiqamətini göstərəcək. Əlimizə əgər tutsaq görürük ki, 4 barmaq əgər cərəyan istiqamətinsə, baş barmaq şəkil müstəvisindən bizə doğru, yəni nöqtəvi şəkildədir. Burada isə bu şəkildə isə artıq cərəyanın istiqaməti saat əqrəbinin istiqamətindədir. Ona görə də sağ əlimizi elə tuturuq ki, baş barmağımız bu zaman bizdən şəkil müstəvisinə doğru yönəlir. Cərəyanlı sayğacda da eyni dairəvi cərəyanın maqnit sahəsində olduğu kimi yenə də 4 barmağımız cərəyanın istiqamətini göstərir. Baş barmaq isə maqnit induksiya vektorunun istiqamətini göstərir. Biz demişdik ki, maqnit induksiya vektoru N-dən çıxır, S-ə daxil olur. Burada da eyni şəkildə onu qeyd eləmişik. Cərəyanlı sayğacın maqnit sahəsi o qədər güclüdür ki, o özünü maqnit kimi apara bilir. Ona görə də onu biz şərt olaraq N və S qütblərinə ayırırıq. N qütbündən maqnit induksiya vektorları çıxır, S qütbünə daxil olur. Daha sonra biz baxırıq maqnit sahəsinin superpozisiya prinsipinə. Superpozisiya prinsipi nə deməkdir? Yekun maqnit sahəsini tapmaq üçün, maqnit induksiya vektorunun istiqamətini tapmaq üçün istifadə olunur. Eyni oxşuyur. Bu nümunəyə baxsaq, əvvəlcə baxırıq buna. Bu birinci dairəvi cərəyanımızdır. Cərəyanın istiqaməti şəkildən bizə doğrudur. Şəkildən bizə doğrudursa, deməli, induksiya vektorunun istiqaməti bu istiqamətdə olacaq. Onda bizə lazımdır bunların toxunduğu nöqtədə onun istiqaməti. Toxunan nöqtədə istiqamət çevrəyə toxunan istiqamətdə olur. Eyni sürətdəki kimi bu çevrəyə toxunan istiqamət bu şəkildə yönəlir. Daha sonra baxırıq ikinci çevrəyə. İkinci çevrədə cərəyan istiqaməti bizdən şəkil müstəvisinə doğrudur. Ona görə də sağ əlimizi elə tuturuq ki, baş barmağımız bizdən şəkil müstəvisinə doğru olur. Bu zaman 4 barmağımızın istiqaməti saat əqrəbinin istiqamətində olur. O zaman buradakı bizim toxunanımız bu istiqamətdə olacaq. B1 induksiyasını tapdıq. B2 induksiyası var. O zaman yekun induksiyamız nəyə bərabər olur? Yekun induksiyamız yenə də paraleloqram qaydasına görə bunların arasında olacaq. Biz maqnit sahəsindən danışırıqsa, bu sahənin müxtəlif təsirləri var. Bunlardan biri də maqnit sahəsinin cərəyanlı naqilə təsiridir. Maqnit sahəsinin cərəyanlı naqilə təsiri amper qüvvəsi ilə təyin olunur. Deməli, bu cərəyanlı naqilə amper qüvvəsi təsir edir. Amper qüvvəsinin düsturu F amper bərabərdir IBL sinus alfadır. B maqnit induksiya vektoru, I cərəyan şiddəti, L naqilin uzunluğu, sinus alfa isə onlar arasında qalan bucaqdır. Amper qüvvəsi bu kəmiyyətlərin hər birindən düz mütənasib olaraq asılı olur. Əgər bir naqildən cərəyan keçmirsə, ona təsir edən amper qüvvəsi də 0-a bərabər olacaq. Deməli, amper qüvvəsinin yaranması üçün, cərəyanlı naqildə amper qüvvəsinin təsir etməsi üçün oradan mütləq şəkildə cərəyan keçməlidir. Bir dənə qeydə diqqət yetirmək lazımdır. Sahəyə paralel yerləşən naqilə təsir edən amper qüvvəsi 0-a bərabər olur. Bunun səbəbi nədir? Çünki amper qüvvəsinin düsturu IBL sinus alfadır. Sinus alfa paralel yerləşəndə, əgər cərəyan sahəyə paralel yerləşərsə, bucağımız 0 dərəcəyə bərabər olur. Biz də riyaziyyatdan bilirik ki, bucaq 0 olarsa, sinusun qiyməti bizə 0 verəcək. Bu zaman amper qüvvəmiz də 0-a bərabər olacaq. Yəni, bir sözlə, əgər cərəyanlı naqil sahəyə paralel yerləşibsə, burada amper qüvvəsinin
qiyməti sıfıra bərabərdir. Eyni şəkildə bu formada da göstərmək olar və yaxud da bu formalarda da mövcud ola bilər. Niyə? Çünki bu x nə deməkdir? Maqnit induksiya vektorunun istiqaməti deməkdir. Əgər maqnit induksiya vektoru x-dırsa, yəni bizdən şəkil müstəvisinə doğrudursa, bizə burada cərəyan istiqamətində x verib. Yəni cərəyan istiqaməti də yenə bizdən şəkil müstəvisinə doğrudur. Yəni bunların istiqaməti eynidir, paraleldir. Ona görə də burada amper qüvvəsi sıfıra bərabər olacaq. Hətta bu burada nöqtə şəklində də olsaydı, yenə də sıfıra bərabər olacaqdı. Səbəbi, çünki maqnit induksiya vektoru bizdən şəkil müstəvisinə doğrudur, cərəyan isə şəkil müstəvisinə bizə doğru olmuş olacaqdı. Yenə də paralel yönəlmiş olacaqdı. Eyni şəkildə də burada da eyni olur. Amper qüvvəsinin istiqamətini sol əl qaydası ilə təyin edirik. Sol əlimizi elə tuturuq ki, maqnit induksiya vektoru ovucumuza perpendikulyar olaraq daxil olsun. Maqnit induksiya vektoru biz bilirik ki, N-dən çıxır və isə daxil olur. Ona görə də biz əlimizi elə tuturuq ki, maqnit induksiya vektoru ovucumuzun içinə perpendikulyar olaraq daxil olur. Bu zaman açılan dörd barmağım cərəyanın istiqamətini göstərir. Bu şəkildə cərəyanımız sağa doğru axır və dörd barmağa perpendikulyar açılmış baş barmağımız isə amper qüvvəsinin istiqamətini göstərəcəkdir. Amper qüvvəsinin istiqaməti 90 dərəcə açılmış baş barmağımızla təyin olunur. Burada nümunələrə baxsaq, əlimizi elə tutarıq ki, sol əlimizi elə tuturuq ki, maqnit induksiyası ovucumuza perpendikulyar daxil olsun. Bu zaman dörd barmağımız cərəyan istiqamətini göstərir, baş barmağımız isə amper qüvvəsinin istiqamətini göstərəcək. Və buradan biz təyin elədik ki, baş barmağımız şəkildən bizə doğru yönəlir, yəni nöqtə şəklində yönəlir. Bir çox mühərriklərin iş prinsipi amper qüvvəsinə əsaslanır. Məsələn, ampermetr, voltmetr, ucadan danışan və elektrik mühərriklərinin iş prinsipi məhz amper qüvvəsinə, yəni maqnit sahəsində göstərdiyi. İndi isə cərəyanlı naqillərin qarşılıqlı təsirinə baxaq. Cərəyanlı naqillər qarşılıqlı təsirdə olarkən qiymətləri modulca bərabər olur. Lakin bəzən onlar bir-birinə cəzb edir, bəzən isə bir-birini itələyirlər. Əgər eyni istiqamətdə hərəkətdən danışırıqsa, əgər cərəyanlı naqillər eyni istiqamətdə hərəkət edirlərsə, məsələn, hər ikisi yuxarı doğru və yaxud da bu şəkildə də hərəkət edə bilərlər. Eyni istiqamətdə hərəkətdə qüvvələr yenə də dediyim kimi modulca bərabər olur. Bu zaman bir-birini cəzb edirlər. İstiqaməti bəzən düz xətlərlə, bəzən isə x və yaxud da nöqtə ilə də göstərmək olar. Lakin əgər cərəyanlar əks istiqamətdə axırsa, biri yuxarı, biri aşağı və yaxud da biri x, biri nöqtə şəklində olarsa, bu zaman yenə də qüvvələrimiz modulca bərabər olur. Lakin bu zaman həmin qüvvələr bir-birini itələyirlər.